Hüseynlə, Yusiflə bir yerdə halvacı məclisə gəlmişik və bugün bütün halvaları burada dənəyəcəyik və əlbəttə ki, ən önəmlisi bu quş südü deyirsiniz, nə deyirsiniz? Bu Hüseyn buna görə gəlib halvaların hamısını yeyəcəyik. Dostlar, belə videolar üçün like atın və gözəl fikirlərinizi bildirin. Bu gözəldir də dostlar, həqiqətən də. Birbaşa ağızda əriyir. Bax. Bax. Bu yığıb aparacam evə. Çox qəşəngdir də ya. Gətirdi. Qaqaşın da ki, belə konkret bu halvasız da konkret qardaş. Allah var etsin. Deməli, burada bir göstərim. Deməli, bu nədir gözəl insan? Bu prendik tortudur. Baxın, göstərirəm. Aha. Bu cheesecake'dir. Bu da fıstıqlı San Sebastian'dır. Bəli. İndi halvamız da gəlir. Belə dənəmələr istəyirsinizsə, məşhurların restoranlarına getməyimi istəyirsinizsə, əlbəttə ki, like atın, gözəl fikirlərinizi bildirin. Həqiqətən də çox gözəl qarşıladılar burada məni. Təşəkkür edirəm buranın rəhbərliyinə, heyətinə. Bəh. Dürüstcə puanlayarsan sən. Mən yəqin hamısını onu deyəcəm. 500 kalori, 1000 kalori. Bu da ki bir. Burada hardası bir 10.000 kalori gələcək. Bəh. Deməli, bu nə halvasıdır? 20 halvası. Karamelli, marojnalı, aha. Kalorisi azdır da deyir. Hə. Bizim halvamızda Bəli, başlayaq onda dənəməyə. Birinci nəydən başlayaq? Gəlin süddən başlayaq. Elə bundan başlayaq. Deməli, bu nə idi? 20 halvası. Bu 20 helvası. 20 halvasıdır dedi və qozludur həm də baxın. Baxın. Hansı puanlayaq ayar? 10 üzərinə puanlayaq. Ha bu ikisi eynidir, o sadə deyəsən. Bunun altında nəsə var? Baxım görün. Necə dadı? Dadı elə bir xəmirdən düzəlməmiş halvadır da. Bu dedi qardaş nə desə dedi. Bunun başqa bir resepti var. Çox dadlıdır. Kalorisi də azdır. Sadə. Mən o dənədim. Deməli, Bunun yox amma eynidir. bir dənə buna da baxaq. Eynidir onlar da. Hə, bu o sadədir o. Bu da həqiqət. Dadlıdır. Biraz düzə danış. Dadlı da. Həqiqətən də yeməyə adam halva adamı tutur amma bu tutmur dostlar. Bu tutmur. Dondurmasına yeməz ki istəyir. Buna Dondurması var ha. çox qəşəngdir. O bəyəndim dostlar. Həqiqətən bəyəndim bu. Buna neçə xal vermək olar? Məncə 8. 8. 8. Mən də 8 verərəm. Keçək şeyə. Bunların üçünə də dərs baxdıq. Buna baxdıq. Hə, sağ. Aha, çox sağ olun, var olun. Bəli. İndi isə gəlin bu əlbəttə Ən məşhuruna keçsin. hə, quş südünə keçək və bu nə deyirlər? Quş südü. Hə, quş südü ilə dostlar hazırlanmışdı. Bəli, qaşıqları gələn Nikola götür. Bəli, görə bu quş südü ilə hazırlanmışı nədir bu belə? Məncə o qaşıqla yeyir. Bu deyəsən çox dadlı olacaq. Baxın. Çox sağ ol, əzizim, var olun. Bu qaymaqlı halva. Bu qaymaqlıdır. Başdakı əvvəlin çınarı, bu da Sadə. hə, bu halva olur da, fıstıqlı halvalar belə paket kimi ondandır, hə? Hə, aydındır. Şərbətdir. Hə, bu ballı, Yox, bu qaymaqlı. hə, qaymaqlı. Sadə, bu da çirkli. Hə, bəli. 3 cür burada belə bir halvalar gəldi. Təşəkkür edirik. Çox sağ olsun. Sağ olun. Bəli. Növbəti quş südümüz qalıb dostlar. Quş südümüzü bir dənə şey eləyək. Deməli. Çox dadlı idi. Dadı itirdim də çox da yəni ki. Nə də quş südü konkret odur. Nə baxın? Çox da. Yəni. Çox dadlıdır. Çox da. Çox dadlıdır. Bundan yaxşıdır. Buna neçə vermək olar? 10. 10. 10 verirəm mən. Məncə də 10. Buna 10. Həqiqətən bir tək hamısını yeyəcəm də, yəni o dərəcədə. Məncə o qaşıqla yeyir. Yağlı deyir nəsə. Qaşıqla yeyir. Yağ var. Bu çox dadlıdır. Və buna dostlar, quş südünə verək Mən 10 verirəm. 10 dostlar. Buna 10 vermək olar. Bunlara 8, buna 10. Qəşəng. Ha? Aha. Limonumuz da gəldi. Çox sağ olsun. Təşəkkür edirik. Qardaş, sən kamerada düşməyi istəyərdim. Nəyə görə? Çünki paxotkan odur da. Yəni sırf bu iş üçün elə bir seçilmirsən. Papaq, geyim. Allah var eləsin əzizim. Çox sağ ol. Bəli. Bir dənə çay içirik və növbətiyə keçirik. Deməli sonra nə var? Deməli bizim əsas məsələlərdən burada. Mən xoşlayıram bunu. Bu Sebastiandır. Yoxsa yox? O da. San Sebastian'da. Bəli, bu sadəcə bu şeylə hazırlanıb, fıstıqla dostlar. Gəlin indi bunu da dənəyək. Sən mənim ilhamı götürürsən.
Bu soyuqdur. Ha, soyuqdur amma çox belə qəribədir. Elə bir dondurmadır. Çox. Qardaş biraz zəif danışsaydı qəşəng olardı. Məncə bir dənə söz deyim, çox dadlıdır. Bu çox qəşəngdir və buna veririk 9 Yusifdən. Səndən Mən də 9. 8. 8. Tuşdur biraz elə bil bu biraz. Tuşdur və gəlin bunlara dənəyək indi. Bunu dənəyək. Bu cheesecake. O yandım. Bəli. Bunu dənəyək. Və bu nədir? Belə Cheesecake olmalıdır. cheesecake, bəli. Sən Amma mənim biliklərimi bunun hamma görünüşü çox qəşəngdir də bunun baxın. görürsən. Görünüşü yaxşıdır, görək dadı da yaxşıdır. Nədirsə onu deyin abi, nədirsə o deyin. Sonra gəl. Götür gəlin. Bir qarışdırdı. Götür ye. Nəyə götürəcəm? Nəylə götürəcəm? Bilqa yoxdur. Ulan mən bir hara getdin ora? Gəl bu vilkanı onda sən. Allah vilka vermir. Allah diyor. Qəşəngdir. Bax. Bu çox dadlıdır. Bu çox dadlıdır dostlar. Sizin bildiğiniz sonra mən daha. Baxın. Ha, Hə, pendir kimi nəsə var elə bir. bu başqadır da. Deyən baxın. O hamısı məndir. Halı çəkdi, bir də hamısı məndir də qədər. Çox maraqlıdır bu. Bəli. Yo, mən Çələyin dadı şey gəlir. eləmirəm. Çox. Çələyin dadı gəlir bəs. Pendir dadı gəlir elə. Çox qəşəngdir bax. İnan qəşəngdir. Deyir ya. Buna qəribə qoymuş qabağımıza da. Bəli. Bəli. Məkan olanda dostlar çox da səs-küy çıxarda bilmirəm. Bilirsiniz ki, mən emosional, belə sürətli danışanam, amma burada istər-istəməz adam səs-küy eləmək istəmir. Çox bərk danışmaq istəmirəm. Amma siz eşidirsiniz, mikrofon yaxımdadır. Aha. Bəli. Neçə puan verirsən? Buna 9, yox buna 10. 10 puan verirəm dostlar buna. Buna 10 puan verirəm. Həqiqətən çox dadlıdır və məsləhət görürəm ki, inşallah bura gələndə bundan mütləq yiyin. Çox dadlıdır. Neçə puan? 10. O çox qəşəngdir. Neçə? Bu nə? 7. Həqiqətən çox qəşəngdir dostlar. Həqiqətən xidmət də çox möhtəşəm səviyyədədir. Təşəkkür edirik. Bu nədir? Bu nədir? Bu adın yaxdan Adı yadından çıxartdım mən də. Amma çox maraqlı bir şey oxşayır dostlar. Hə. özəl idi deyəsən, nə bilim nəsə bir şey. Hə. Keks də. Keks. Dostlar, belə üzündən baxan kimi biləcəksiniz dostlar belə. Siz yorumlarda yazarsınız nədir? Bəli. Gəlin. Dənə. Sizdən sonra mən denəyəcəm. Bax. Qardaşım səsi videoda olacaq YouTube-da. Da çox qəşəng. Böyle söylüyorum. Dadlı. Baba, Şey olur. bak. Qəşəng dadı var məncə. Tamam. Qəşəngdir. Eyvallah. Ya Qahdı da. 9. 9. 9 puan da buna vermək olar. Bu da qəşəngdir. 9, 27. Ən çox bir dəqiqə cheesecake-dir. Ən çox bu Hə. hamıdan 10 aldım. Bu hamıdan onu aldı. Bu çox super idi həqiqətən də. Bunu Yağlı. quş elə bura demək olar ki, bunu çox reklam edirlər. Həqiqətən quş sütü deyirlər buna. Nədir bunun adı? Quş sütü. Quş sütü prennikdə belə bir şeydir. Prennik. Hə, bunun adı prennik idi. Yadıma düşdü. Bu prennik idi dostlar. Əlbəttə çox şirin gələndə nə etmək lazımdır? Belə bir şey eləmək lazımdır. Bax. Bu 20 kalorisi var ha. Çox şey. 20 Bəli. Biraz şeydir. Növbəti nə var orada? Bunlar qalıb. Vallahi Bunlar ikram idi. Bunlar ikramdır və gəlin, həqiqətən burada çox kalori var yəni. Gəl, bir dənə bundan var. Hərdən bir dənə götürsün. Ən çox kalori var burada. Qaymaqlısıdır bu. Öləmə belə. Öləmə. Dadlı. Like-larınızı da atın. Bu da. Birinciyə nə verərsən? 8. 9 Mən verərəm. dadalanmıram. Ona görə çox şey. Bu xəstədir dostlar bu arada, ona görə. Xəstəyəm amma çox dadlı. Hə, buna baxaq. Şeydi. Bu nəyli idi? Çınar idi, nə idi? Çınar. Ata, bu nədir? Ortaya çox qəşəngdir. Axırıncıyı Bir də bilmək fısıldı da iddia var. Üstündə fısıldı da var. Qəşəng. Bu. Nədir?
Ən yaxşı deyəsən ortadakı ol. Məncə ortadakı qəşəngdir. Yox, bu çox qəşəngdir. Bundan baxım nə? Bu sadə idi də. Bu çox yumşaqdır, çox qəşəngdir. Lokumluq da bu. Çox qəşəng. Bu aparacam evə. Bu paket etdi, bu aparacam evə. Bu üçün biraz 9 verərəm. Əriyir. Şuna da 9 verərəm. Məncə Mən bu buna qalan 8. üçün Aha. toxum eləyər. 19. Aha, 18 9. Bəli. Çox qəşəng idi həqiqətən də. Bugünkü videomuz Halvacı Məciddə idi. Həqiqətən çox maraqlı idi. Xidmətə görə təşəkkür edirik buranın heyətinə və çox dadlıdır və puanladıq və siz də hansıları daha xoşlayırsınız yorumlarda yazın və bu arada UC və jetonlarınızı rahat şəkildə bizdən alın. Hər birinizi sevirik. Var olun. Yaxşı ki varsınız. Təşəkkürlər. Allah amandır. Sağ olun. Bəli, biz də çayımızı çək.